Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri, bu günəm yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim sizlər üçün Super Tuş kanallarını necə baxmaq olar, ətraflı şəkildə sizlərə izah edəcəm. Zəhmət olmasa, heç bir qazan xətti. Sadəcə evinizdə smart televizordan, TV Box aparatlarından, Samsung televizorundan, LG televizorundan, ümumiyyətcə bütün internet daxil olan bütün televizorlardan sadəcə internet vasitəsilə kanallara, tuş kanallarına baxa biləcəksiniz. Normal tuş kanallarına deyil, gözəl tuş kanallarından söhbət gedir. Gözəl insanlar, deməli, ən super vəziyyətdə necə işləyəcəyini ətraflı şəkildə sizlərə başa salacağım. Zəhmət olmasa, axıracan izləyin və diqqətli şəkildə, sözümə diqqətli şəkildə qulaq asın. Videonun 4-cü qismində, axırda 25-90-a kimi olan, indi məsələn deyirəm, axıra kimi olan o 25-90-a kimi olan hamısını axıra kimi diqqətli şəkildə baxın. Baxmasaz, düzgün şəkildə başa düşməyəcəksiniz. Videonu baxırsınız, keçə-keçə başlayırsınız mənə WhatsApp-da yazmağa ki, bunu mən necə eləyim, bunu necə eləyim. Qardaş, bu bilirsiniz, mən vaxtım yoxdur ki, mən hər bir insana, ora 1000 dənə, 2000 dənə insan baxır. 1000 dənə, 2000 dənə insan mənə vaxt yazsa, mən işimi gərək tullayam, onlara eləcənə bütün vaxtımı sərf eləyəm. Diqqətli şəkildə baxın, zəhmət olmasa, necə aktiv olunacaq, necə işləyəcək, dəqiq şəkildə izləyin. Və əziz dostlar, indi hal-hazırda həmin o proqramı yükləyirəm. Ümumiyyətcə, TV Mate-də də istəsəniz yaza bilərsiniz həmin bu proqramı. İstəsəniz televizorda da yaza bilərsiniz. Bizim izləyicilərimizin çoxu televizor proqramını tanıdığı üçün mən bunu televizor proqramında yazıram. Çox adamlar. Həmin bu proqramı götürüb LG televizorlarda da yaza bilərsiniz 943-la. Yəni, verdiyimiz bütün bu proqramlar hamısı sadəcə bilgiləndirmə məqsədi ilə, eğitim məqsədi ilə paylaşılmış videolardır. Zəhmət olmasa, yorumlarda düzgün şəkildə yazın. Yorumlarda yazılan bütün yorumlarda dəqiq şəkildə oxuyuram. Hər hansı bir probleminiz varsa, WhatsApp-a yazmayın zəhmət olmasa. Yorumlar şəkildə bildirin. Şəxsi özü üçün istəyənlər varsa, ancaq şəxsi özü üçün istəyənlər varsa, aşağıda WhatsApp nömrəsi qoyacam. Oradan ala bilərsiniz. Şəxsi. Televizor sözünü yazırıq. Tele sözü yazan kimi elə televizor proqramı çıxır qarşımıza, televizor və bu proqramı yükləyirik. İnstall deyib yükləyirik. Əziz izləyicilər, bundan sonra çox güman ki, aparat var, onun incələnmə videosu gələcəkdir. Aparatların incələnmə videoları da gələcək və bir də bir şey nəzərinizə salayım. Bax, bizdən TV Box istəyən adamlar var, diqqətli şəkildə qulaq asın. Dünən bir xanım zəng eləyib ki, mənə filan qiymətə, ucuz, çox həddindən ucuz qiymətə kanallı zatı verirlər. İndi ekrana şəkil qoyacam həmin o aparatı. O aparatdan bizdəki aparatları səhv salmayın, əziz izləyicilər. Hərəsinin öz qiymətləri var. Düzgün şəkildə, yəni, biz ustayıq, bizdən usta kimi məsləhət alırsınızsa, biz veririk məsləhəti. Biz tək mal satmağa görə istəmirik. Malımızı satmağa bəzi ustalar kimi yerləşdirməyə belə deyim. İstəmirik. Konkret, yəni nə var onu söyləyirik biz. Create playlist, bu hissəyə girirsiniz, bu hissəyə. Bunu da səhv yazanlar olur. Dəfələrdən, məsəl üçün, fikir vermişəm. Baxıram, birinciyi seçirlər, deyirlər, qardaş, məndə 2 dənə gəlir. Bu birincini eləmək lazım deyil. Diqqətli şəkildə baxın. Create playlistin üzərində oku basdıqdan sonra düşürsən ikinci. Bu cərgiyə düşdün, oku basırsan. 4 dənə xana çıxır. 4 dənə xana çıxdıqdan sonra, deməli, 4 xanadan sonra, birinciyə həmişəki kimi öz adınızı. İkinci, 2 nöqtənin qabağında ikincini qoyuram. 3 nöqtənin qabağında üçüncü. Yəni, ikinci cərgə,
3-cü cərgə və 4-cü cərgahdadır. Yəni ki, 2 nöqtə yazılmır. Yəni o ikinci cərgə deməkdir. 3 nöqtə yazılmır. Yəni o 3-cü cərgə deməkdir. 4 başlığı yorumlarda sabitləyirəm. Qalanı isə burdadır. Yəni demək istədiyim odur ki, ətraflı şəkildə başa düşməyiniz üçün dəqiq şəkildə izləməlisiniz. Keçə-keçə izləsəz bunu başa düşməyəcəksiniz. İndi bu günlərim Supertuş kanallarını sizlərə göstərəcəm necə aktiv olunur. Diqqətli şəkildə baxın, zəhmət olmazsa. Deyirlər blur qoyursan, blur qoymaq lazımdır. Çünki YouTube qaydalarına nəzərən biz bunu düzgün şəkildə çəkməliyik. Hər kəs də YouTube'un politikalarına düzgün şəkildə riayət etməlidir və düzgün şəkildə də hər hansı bir yorum da yazdıqda etika qaydalarını pozmadan zəhmət olmasa yorumlarınızı bildirin. Ətraflı şəkildə hal-hazırda yazırıq. Və videonun altında 2 və 3-cü qismləri dəyişdiririk. Zəhmət olmasa o qismlərə də diqqətli şəkildə baxın. Və yenə də deyirəm, yorumlarda baxın. Ora dəqiq şəkildə baxmağınızı sizlərə tövsiyə edirəm. Hər hansı bir probleminiz, hər hansı bir WhatsApp şəkildə yox, gözəl insanlar. Bunu mən yaza bilmirəm sözünü WhatsApp-a yazmayın. Adamlar var yazır ki, WhatsApp-a qardaş mən bunu yaza bilmədim. Gözəl insan. Mən bunu yazan kimi silirəm. Yəni bunu da bilin. Üzr sayın, biraz ağrıyıram. Ona görə biraz səsimdə biraz qəribə səslər ola bilər. Yəni ondan dolayı üzrlü sayın. Əziz izləyicilər, Tvbox incələmələrini diqqətli şəkildə izləyin. Zəhmət olmasa orada aydın şəkildə indi məlumat veririk. İndi hal-hazırda Tvboxumuzda biraz qutarıqdır. Demək olar ki, az bir Tvboxum qalıbdır. Yenidən zakaz olacaq. Transpit aparatının incələnməsi olacaqdı, amma çox təəssüflər olsun ki, hamısını qutardım. Amma yenidən gətirəcək. Bu o demək deyil ki, yəni bizdə olmur. Bəzi insanlar var, sual verir, hansı yaxşıdır? Gözəl insanlar, yəni ki, bizlərə WhatsApp şəkildə yazın. Biz sizə ən məsləhətçisini deyək. Bizdən alsaz da, almasaz da, yəni biz məsləhətimizi verəcəyik sizlərə. Yalandan firma adıdır, bu brenddir, nə bilim nədir, elə şeylərə qaçmayın. Çünki onlar sadəcə adına görə satırlar. Bir dəqiqə elə şeylər var ki, həm onlardan güclü işləyir, həm qiyməti ucuzdur. Yəni hər cəhətdən keyfiyyətli aparatlar var. İndi adını çəkmirəm, burada məsələn bir dənəsi var. Çox tərifləyirlər, amma tərifə layiq bir aparat deyil. Yəni bunu da bilin. Çox adam deyəcək ki, çox tanınmışdır. Xeyr qardaş, tanınmış aparat o demək deyil ki, tanınmamış aparatdan yaxşı işləyir. Gözəl insanlar artıq göstərdi. Düzdür, mən bu hissəni sizlərə göstərə bilmirəm. Çox təəssüflər olsun ki, izləmədə qalan kanalımıza abunə olun. Hər hansı bir sözünüz, sualınız varsa izləyin. Əgər bundan qabaqki bir videomuz varsa, onu izləməyibsinizsə,
yəni keçib izləyə bilərsiniz. Hər hansı bir problem olarsa, yorumlar şəklində bizlərə bildirin. Çox sürətli və keyfiyyətli şəkildə işləyəcəkdir. Və